Qədim zamanlarda həkimlərin sidiyin dadına baxaraq diaqnoz qoyduğu, adının şəkər olub, amma özünü heç də şirin aparmayan bir xəstəlikdən danışacaq. Bu şəkərli diabet xəstəliyidir və bugün 3 suala cavab verəcəyik. Bu xəstəliyin, yəni şəkər xəstəliyinin yaranmasındakı mexanizmlər nədir? Ən çox yayılmış 2 növü və necə olur ki, bir xəstədə şəkər xəstəliyi son nəticə etibarilə ayağın kəsilməsinə qədər gətirib çıxara bilir? Birincisi, yaranma mexanizmlərindən danışacaq. Bizim bədənimizdə insulin adlı bir hormon var. Bu hormon mədə altı vəzidən ifraz olunur və əsas funksiyası bədəndə qan şəkərini tənzimləməkdir. Qan şəkəri isə müxtəlif qida maddələrinin parçalanması nəticəsində qanda səviyyəsi yüksələn qlükozadır və bu bizim hüceyrələrimizin enerji mənbəyidir. İnsulin hormonunu bir açar kimi fikirləşin. Belə ki, bu açar hüceyrələrə gedir və qapını açaraq qlükozanın hüceyrənin içərisinə daxil olmasına səbəb olur. Nəticədə